أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين نحمده ونستعينه ونستغفره ونتوكل عليه ونصلي ونسلم على سيدنا ونبينا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وعلى آله الطيبين الطاهرين المعصومين أوصيكم عباد الله ونفسي بتقوى الله Allahın rəhməti, bərəkəti və məğfirəti hər birimizin üzərinə olsun. Dəyərli möminlər və möminələr. Mən xütbənin əvvəlində hər birimizi, həm sizi, həm də özümü təqvalı olmağa dəvət edirəm. Allah təqvasını riayət etməyə dəvət edirəm. Dövrümüzün ən böyük məsələlərindən biri müasir dövrdə yaşayan insanların yaşadıkları psixoloji sarsıntılar məsələsidir. Mənəvi sıxıntılar. Qəlbdə rahatlığın, huzurun olmaması məsələsi. Aleykümselam. Bir çox insanlar ya maddi sıxıntılardan, ya xəstəliklərə görə, ya gələcəyə qarşı naümid olduqlarına görə, gələcəklə bağlı pozitiv, müsbət baxış onlarda olmadığına görə, yaxud da ailə daxili münaqişələrin mövcud olduğu üçün, istər valideynlə evlad arasında, istər ər-arvad arasında insanlardakı o rahatçılığı və psixoloji asayişi demək olar ki, bu sıxıntılar səlb edib və insanlardan alıb. Demək olar ki, cəmiyyətin əksəriyyətində ruhi sarsıntı var. Bunu həm statistikalar təsdiqləyir, həm də özümüz də elə bunun canlı şahidiyik. Cəmiyyətdə üzləşdiyimiz, rastlaşdığımız insanların böyük əksəriyyəti dindirsən, ürəyini açıb sənə danışsa görəcəksən ki,
moralni yüklüdür insan. Psixoloji sarsıntı içindədir. Yəni, çox az adam var ki, bu təzyiqlərdən, psixoloji sarsıntıdan, mənəvi ruh düşkünlüyündən, iztirablardan, əziyyətlərdən amandadır. Günümüzdə belənçi insanların sayı çox azdır. İndi nə etməli? Amma əslində bu qadağan olunmuş bir halətdir. Çünki İslam dini ümid, huzur və rahatlıq dinidir. İslam dininin ən böyük missiyalarından biri səmadan bəşərə, yerə gətirdiyi mesajlardan biri ümid aşılamaqdır və naümid olmağa kəskin şəkildə qadağa qoymaqdır. Nə üçün insanlarda bu sıxıntılar baş verər? Allah Təbarək və Teala Qur'an-ı Kərimdə bu sualı belə cavablandırır. İnsan kimliyindən asılı olmayaraq haçan ruhi istiraba giriftar olar, psixoloji sarsıntıya düçar olar, o zaman ki Allah Təbarək və Teala'dan uzaq düşər. Elə ki Allahla bəndə arasında məsafə böyüdü, qəlbdə də istirab böyüməyə başlayar. Buyurur ki, amma elə ki bəndə Allaha yaxınlaşmağa başlayar, onun ruhi sarsıntıları da, psixoloji gərginlikləri də azalmağa başlayar. Kim nə qədər çox yaxın olsa, bir o qədər qəlbi huzura və rahatlığa qovuşmuş olar. Buyurur ki, Ələ bi zikrillahi
tatma'innul qulub. Bilin, əla sözünü ərəblər birinin diqqətini öncə yaxşı cəlb etmək istəyəndə, məsələn, çox önəmli bir söz, bir mesaj insana çatdırmaq istəyəndə, demək istəyəndə əla sözü işlədər. Yəni ki, diqqətlə qulaq asın deməkdir. Əla bi zikrillahi tatma'innul qulub. Yəni ki, bilin və agah olun ki, sizin bu qəlbi ki mən yaratmışam, cisminizi də mən yaratmışam, bu ruhu, könlü və qəlbi də mən vermişəm, onun rahatlanmağı üçün bircə yol qoymuşam. O da həmin bunu yaradan varlığı yada salmaqdır. Ona yaxınlaşmaqdır. Ələ bi zikrillahi tatmainnul qulub. Yəni, bilin və agah olun ki, Allahı yad etməklə qəlbləriniz huzura və rahatlığa qovuşar. Bu, Allahın Qur'anda bəndələrinə olan açıq mesajıdır. İkinci buyurur, sıxıntılarda, çətinliklərdə bu çətinlikləri aradan qaldırmaq üçün ikinci bir yol təyin etmişəm. O, Allaha təvəkkül etmək yoludur. وَمَنْ يَتَوَكَّلْ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ. Kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər. Təvəkkül nədir? Yəni, necə bir insanın işi məhkəməyə düşəndə hüquqi qanunları bilmədiyi üçün bir advokat tutar, vəkil edər, yəni işlərini həvalə edər ki, o qanunu çox yaxşı bildiyi üçün məhkəmədə bundan müdafiə eləsin. Təvəkkül sözü də həmin bu vəkil sözündəndir. Vəkil sözü və təvəkkül sözünün kökü birdir. Yəni, Allahı insan vəkil seçər özünə. Allah Quranda deyir, kim mənə təvəkkül etsə, mən yerin, göyün, kainatın yoxdan var edən olan Allahı, Xaliqi, onun vəkili olsam, işlərində ona kifayət edərəm. Odur ki, təvəkkül məsələsi də bizim sıxıntılarımızın, ruhi sarsıntılarımızın aradan qaldırılması üçün Qur'anda bizə tövsiyə olunan çox önəmli məsələlərdən biridir. Hər bir mömin olan kəs Allaha və axirət evinə imanı olan kəs düşdüyü çətinliklərdə, sıxıntılarda Allaha təvəkkül etməyi unutmamalıdır. Onsuz da problemsiz həyat yoxdur ki. Yəni,
Bu mümkünsüz bir şeydir. İnsanoğlunun nə qədər nəfəsi var, problemlər onunla yol yoldaşı olacaq. Ya ictimai problemlər, ya mənəvi problemlər, ya maddi problemlər, ya fiziki problemlər, səhhəti ilə bağlı canında bir xəstəlik olacaq. Axırı ki, problemsiz həyat yoxdur. Amma nə etməli? Bunların heç birində naümid olmamalı, ümidi itirməməliyik. Çünki Qur'anın bizə net olaraq etdiyi tövsiyələrdən, tapşırıqlardan aldığımız mesajlar bunlardan ibarətdir ki, ümidsiz olmaq qadağandır. Əmr edib buyurur ki, la təyəsu min ravhillah. Əmr edir. Demir, ümidsiz olmasaz yaxşıdır. La təyəsu. Ümidsiz olmayın. Desəydi ki, ümidsiz olmasaz yaxşıdır, yəni Allah tövsiyə edir. Bir də var, deyir, yox, bunu etmə. Bu əmrdir, tövsiyə deyil. Etməsən yaxşıdır demir, deyir, etmə. Burada artıq əmr gəldiyi üçün ümidsizlik məsələsində də əmr gəlib. La təyəsu. Sizlərin haqqı yoxdur. Naümid olasınız. La təqnətu min rəhmətillah. Allahın rəhmətindən naümid olmayın. Siz olmayanda da Allah var idi. Allah bizə bunu demək istəyir. La təqnətu min rəhmətillah ayəsində bunu bəndələrinə çatdırmaq istəyir. Siz olmayanda da Allah var idi. İndi ki varsınız, yenə də var. Yenə gələcəkdə siz olmayanda Allah yenə də olacaq. Allah da varsa, Allah təbarək və təalanın rəhməti də Allahın zatı ilə birlikdə əzəli və əbədidir. Deyir, Allahın rəhməti, Allah varsa rəhməti də var. Ona görə heç vaxtı həyatda hər hansı sarsıntı, sıxıntı və çətinlik yaşasaz da Allahın rəhmətindən ümidlərinizi üzməyin. Və biz görürük ki, bu sarsıntıların lap yekələrini də Allahın yer üzündə seçib digər bəndələrindən əfzəl qərar verdiyi insanlar daha çox əzab çəkir. Ənbiyalar, övliyalar, imamlar, salihlər. Yəni, bəzən Allah təbarək və təalanın peyğəmbərləri elə əzablar çəkiblər ki, bəşər tarixində nadir şəxslər, sıravi insanlardan o əzablara giriftar olublar, o imtihanları yaşayıblar. Bəs onlar nə edirdi? Bu maddi dünyanın, aləmin əzab istirablarını yaşayanda nə iş görürdülər? Onların birinci gördükləri iş qaçıb
Allaha sığınmaq idi. Namaz qılmaq, mötəbər qaynaqlı hədislərimizdə var ki, Peyğəmbərimizin ən çətin anlarda ən çox sığındığı, pənah apardığı şey namaz idi. Və həmişə sağında solunda kim ki müşkülə giriftar olardı, tez tövsiyə eləyərdi ki, dəstəmaz al, namaz qıl. Niyə? Deyirlər ki, əgər istəyirsən, sən Allahla danışasan, onda namaz qıl. Allahın sənlə danışmağını istəyirsənsə, onda da Qur'an oxu. Namazın sözlərinə insan diqqət eləyəndə görürsən ki, sənin Allaha dediyin sözlərdir. Doğrudan da görürsən ki, Allahla danışırsan. Və ikinci Peyğəmbərin pənah apardığı məsələ dua edərdi. Allahla razı niyaz edərdi. Buyururlar Peyğəmbərin sıxıntılarda oxuduğu dualardan biri bu idi. Allahümmə la səhlə illə mə cəaltəhu səhlə və əntə təc'alul həznə izə şi'tə səhlə. Allahım, heç bir asanlıq yoxdur, rahatlıq yoxdur. Məgər bu ki, sən onu yaradasan. Allahım, heç bir rahatlıq yoxdur. Sən onu yaratmasan. Və elə bir sıxıntı və dərd qəm yoxdur ki, sən onu asanlaşdırasan. Allahümmə la səhlə illə mə cəaltəhu səhlə və əntə təc'alul həznə illə izə şi'tə səhlə. Və bu cür dualar da Allahla münacat etmək üçün, rahatlığa, huzura qovuşmaq üçün dini qaynaqlarımızda ilə maşallah çox gəlib. Nə yaxşı olar ki, insan bunların mənalarına diqqət edə oxuya, onda daha çox həmin o məqsəd hasil olacaq. Rəvayətdə gəlib, Allah Peyğəmbəri yaşayışın çətinlikləri ona hücum edəndə bu 6 dənə xüsusiyyətdən qaçardı. Şək, şübhə eləmək. Bəzən sıxıntılar o qədər insana hücum çəkər, bir anlıq şübhə eləməyə başlayar. Görən deyilənlər haqdırmı?
görən Allah doğrudan da varmı? Nəuzubillah, nəuzubillah. İnsan birdən şək şübhə eləməyə başlayar. Çətinliklərdə Peyğəmbər çalışardı ki, onda bu 6 dənə şey baş verməsin. Niyə? Çünki bunlar istirabı daha da diqqət eləyin, bunun altında yatan bir o mesaj ki var. O budur ki, görən niyə bunlardan qaçardı? Və tövsiyə edərdi. Çünki bunlar insanda yaradanda insanın psixoloji yükünü artırar. İstirabını daha da çoxaldar. Şək şübhə etmək, əşşirkul xəfiyyu, şək şübhə hər şeyə qarşı, xüsusi olaraq da insan özü diqqət etmədən içində birdən Allaha da şübhə yaranar. Bu xüsusiyyətlərin içində bu xüsusi vurğulanıb. Özü də bilmədən. Yersiz təəssübkeşlik. Peyğəmbər həmişə bundan da qaçardı və insanlara tövsiyə edərdi ki, bundan qaçın. Qəzəblənmək, öfkəli olmaq, özündən çıxmaq. Bu da insanın psixoloji yükünü artıran məsələlərdən biridir. Kiməsə zülm etmək. Zülm bəzən fiziki olar, kimsə kimisə vurar, zülm edər. Bəzən maddi olar, kimsə kiminsə haqqına girər, zülm edər. Bəzən mənəvi olar, kimsə kiminsə dalınla danışıb haqqına girər, zülm edər. Zülmün növləri çoxdur. Amma zülmün udarı gəlib həmin zülm edən insanın özünə dəyər. Və həsəd eləmək, gözü götürməzlik. Məsələn, sən məndən yaxşısan, sən məndən qabaqdasan, baxıb həsəd aparmaq və gözü götürməmək. Bu da insanda psixoloji sarsıntı yaradan məsələlərdən biridir. Ona görə Peyğəmbər tövsiyə edirdi ki, mənəvi yükünüzü artırmamaq üçün bu məsələlərə diqqət yetirin. Ümidsizlik aşılayan ab-havadan, atmosferdən uzaq durmağa çalışın. Bir sözlə, bizim dinimiz icazə vermir ki, insan özünü dəyərsiz görə. İnsan gələcəyə qarşı ümidini itirə. Əli əleyhissalam nəyə görə buyururdu ki, Madi yevmikə fait və atihi muttəhəm. Və yevmukə muğtənəm. Keçmiş günlər artıq sənin deyil. Onları unut. Gələn günlər də nisiyədir. Nağdı deyil, onların dərdini çəkmə, fikirləşmə. Həm də ümidsiz olma.
İnsanda psixoloji sarsıntı yaradan məsələlərdən biri də gələcəyin dərdini çəkməkdir. Əli əleyhissalam həmin bu məsələyə işarə edir, vurğulayır ki, gələcək icazə verməməlisən ki, səndə ümidsizlik yarada, mənəvi yükünü artıra. Sənin əlində olan nağdı, real bu günündür, bunun qədrini bil. Və bu günüvü də ağır psixoloji, mənəvi yüklərlə yaşama. Təbii ki, dinimizin bizə tövsiyə elədiyi məsələ imanı gücləndirməklə, bir-birimizə yardım etməklə, kömək etməklə, təavənu aləl birri tövsiyəsini buyurmaqla, yaxşı işlərdə bir-birimizə yardım edin deməklə və mənəviyyatınızı artırın deməklə bizə tövsiyə edir ki, əgər hər hansı bir müminin sıxıntısı varsa, onu azaldaq. Əgər bu sözləndirsə, o gözəl sözləri ona hədiyyə edək. Nəyə görə hədisdə buyurulur ki, xeyru sədəqətin sədəqətul kəlami. Sədəqələrin ən dəyərlisi söz sədəqəsidir. Bəzən birinə bir dənə şirin söz deyərsən, bəzən birinə bir gözəl bir kəlam hədiyyə edərsən, sən onu ölümdən qurtararsan. Bəlkə də görübsünüz belə şəxslər. Bir söz alandan sonra qayıdıb deyir ki, mən hətta canıma qəsd etməyi düşünürdüm. O qədər ümidsizliyə qapalmışdım, naümid olmuşdum. O qədər sarsıntılar məni sıxırdı ki, mənəvi sıxıntılarım çox idi ki, artıq özümü öldürməyi düşünürdüm. Amma sənin bu bir cümlən məni təzədən həyata qaytardı. Təzədən həyata bağladı. Və mən artıq o düşüncəmdən daşındım və yaşamağı düşünməyə başladım. Əgər bəzən sənin bir sözünlə bir insanın sıxıntısını azaltmaq mümkündürsə, onu ona hədiyyə et. Maddi yardım etməyinlə mümkündürsə və sənin buna imkanın varsa, onu et. Fiziki yardım etməklə bunu etmək mümkündürsə, o fiziki yardımı əsirgəmə. Yəni, insanlardakı sıxıntıları aradan qaldırmaq üçün, onları ümidvar eləmək üçün təavənu aləl birri deyib Allah təbarək və təala Qur'an-ı Kərimdə. Yəni ki, möminlərin, müsəlmanların bir-biri ilə əməkdaşlığına tövsiyə edib sıxıntıları aradan qaldırmaq üçün. Uca Allaha ant verək öz izzət-i cəlalına bizlərdəki bu sarsıntıları, sıxıntıları özünə yaxınlaşmaqla məhv edib aradan aparsın inşallah Teala. Allah xəstələrimizə şəfa kəramət eləməklə onların o sarsıntılarını aradan aparsın. Allah istəkləri, arzuları olan insanlar, arzularına qovuşa bilməyən insanların arzularını həyata keçirməklə onların sarsıntılarını aradan aparsın inşallah. Və İmam zamanımızın zuhurunu tezləşdirməklə bəşəriyyətin giriftar olduğu sarsıntını aradan aparsın inşallah. Təbarək və Teala. Əûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Vel asri innel insane lefî khusr illellezîne âmenû ve amilussâlihât ve tevâsav bil hakkı ve tevâsav bis sabr. Sadakallahul aliyyul azim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين ثم الصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعلى علي أمير المؤمنين وفاطمة الزهراء الصديقة الطاهرة وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى السجاد والباقر والصادق وعلى الكاظم والرضا ومحمد الجواد وعلى علي الهادي والحسن العسكري والحجة القائم المنتظر المهدي أجل الله تعالى فرجه الشريف أوصيكم عباد الله ونفسي بتقوى الله. Allah Təbarək və Teala'nın bəşəriyyətə hədiyyə elədiyi ən böyük nemətlərdən biri də Əhl-i Beyt nemətidir. Əhl-i Beytə sevgi, Əhl-i Beyti tanımaq neməti, hansı ki Allah Təbarək və Teala onları rəhmət qaynağı kimi tanıtdırıb. Necə ki, hər yer quraqlıq ola, gedəsən bir dağın döşündən su çeşməsi görəsən və bütün susuz insanlar o sudan içməklə, o həyat suyundan özlərinə gələlər. Allah Təbarək və Teala da Əhl-i Beyti yer üzündə özünün rəhmət çeşməsi kimi tanıtdırıb insanlara. Elm xəzinədarları ümmətin xilas gəmisi okeanda boğulmaqdan, necə ki insanlar xilas olmaq üçün gəmiyə minərlər, bəşəriyyət üçün də bir gəmi tanıtdırıb, o da Əhl-i Beyt gəmisidir. Artıq Məhərrəm ayına sayılı günlər qaldı. Bu hədiyyənin qədrini bilmək üçün və daha çox dəyərləndirmək üçün çox dəyərli fürsətdir Məhərrəm ayı. Nəyi dəyərləndirmək üçün? 23 il Peyğəmbər əziyyət çəkdi. Gecə günüz axırda Allah buyurdu ki, ey mənim rəsulum, bu qədər zəhmətivin bircə dənə mükafatı var. Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. Kim sənə gəlib desə ki, ey Allahın rəsulu, 23 il bizə əziyyət çəkdin, dini bizə çatdırdın, mənəvi, əxlaqi tövsiyələrdə bulundun, bizə ilahi dəyərləri hədiyyə etdin, qaranlıqdan, ruhi sarsıntılardan, sıxıntılardan bizi xilas etdin. Dava qırğındaydıq, sülh yaratdın aramızda.
Doğru dürüst yol göstərdin bizə. Əvəzində bizdən nə istəyirsən? Allah Peyğəmbərə buyurur ki, kim gəlib sənə bu sualı versə ki, bu zəhmətlərin qarşılığında əvəzində bizdən nə istəyirsən? Onlara denən ki, heç nə istəmirəm. Bircə dənə istəyim var. O da mənim əhl-i beytimi sevməkdir. İnsan 23 il Allahın yolunda gecə-gündüz zəhmət çəkib. Allah buyurur ki, əgər səndən gəlib soruşsalar ki, bu zəhmətlərin qarşısında sənə nə verək, denən heç nə istəmirəm. Bircə dənə şey istəyirəm. O da budur ki, mənim əhl-i beytimi sevin. Qur'an ayəsidir. Allah Peyğəmbərə deyir ki, insanlara denən ki, mənim insan birinə zəhmət çəkəndə onun boynunda haqqı olar. Peyğəmbərin böyük haqqı var, mənəvi haqqı ümmətin üstündə. Bu dini o gətirdi da, bizə Allah onu vasitəçi elədi. Dinini bizə çatdırmaq üçün. Əziyyətlər çəkdi 23 il. Boynumuzda haqqı çoxdur. Yəni, biz borcluyuq Peyğəmbərə. Bəs bunu necə qaytara bilərik bunun bu haqqını? Peyğəmbər deyir ki, mənim haqqımı bir yolla qaytara bilərsiniz. Milyardlar lazım deyil. Dünya malının nə azı, nə də çoxu lazım deyil. Mənə var pul, qızıl verməklə təşəkkür edə bilməzsiniz. Mənə sağ ol deməklə də təşəkkür edə bilməzsiniz. Bircə yolla mənim haqqımı əda eləyə bilərsiniz, o da əhl-i beytimə sevgi və sayğıdır. Və mən yuəzzim şəairəllah fə innəhə min təqvəl qulub. Əhl-i beytin məclislərini ihya eləmək, bərpa eləmək, onlarla bağlı hər hansı bir məclis təşkil eləmək. Bu, həmin Peyğəmbərin buyurduğu o məqsədə xidmət eləyən məsələlərdən biridir. Ona görə də tövsiyə olunub ki, nə qədər bacarsaz, Əhl-i Beyt əleyhimussalama aid məsələləri, onların insanlara etdiyi tövsiyələri, hədisləri, nəsihətləri xatırladan məclisləri çox bərqərar edin, qurun, təşkil edin. Və hədislərin birində İmam Sadiq əleyhissalam buyurur, təzavəru və təlaqu və təzəkəru əmrənə və əhyu əmrənə. Görüşün, bir yerə toplaşın və biz Əhl-i Beyti yad edin. Və bizim həm tövsiyələrimizi, həm böyüklüyümüzü bir-birinizə çatdırın. Çünki kim bizlə bağlı hər hansı bir şeyi dirildə, xatırlada, yada sala, Rahimallahu mən əhya əmrənə. İmam Sadiq ona dua eləyir, deyir ki, Allahın rəhməti həmişə onu ilə olsun. Həmişə o kəslə olsun ki, biz Əhl-i Beytə bağlı nəyisə insanlara xatırlada. İnsanların yadına sala.
Və digər bir hədisdə buyurur: "İnnə tilkəl məcalisi uhibbuha." Mən imam, Allahın yer üzündə höccəti, o məclisləri çox sevirəm. Əhl-i Beytlə bağlı təşkil olunan məclisləri. Çox sevirəm. Fəəhyu əmrənə, fərəhimallahu mən əhyə əmrənə. Elə isə bizlə bağlı məclisləri təşkil etməklə Allahın rəhmətini halımıza şamil edin. Və İmam Rıza əleyhissalam da buyurur ki: "Mən cələsə məclisən yuhyi fihi əmrənə, ləm yəmut qalbuhu yevmə təmutul qulub." Hər kəs ki, Əhl-i Beytlə bağlı bir məclisdə əyləşə, otura, məsələn, məclisdə Əhl-i Beytdən söhbət gedir. İnsanlar da o məclisdə oturub əyləşib, oturanları nəzərdə tutur. Biri Əhl-i Beytdən danışır, insanlar da əyləşib qulaq asır. İmam Rıza əleyhissalam oturub qulaq asanları deyir. Biz Əhl-i Beytidən söhbət gedən məclisdə oturan insanlar, hər kəs o məclisdə otursa, bütün qəlblər öldüyü gündə onların qəlbləri həmin o məclisdə oturduqlarına görə ölməyəcək. Allah qoymayacaq onların da qəlbi ölsün, onu diri saxlayacaq. Yəni, az ver, çox qazan məsələsidir. Əhl-i Beytin məclisində bir yarım saat, bir saat oturmaqla insan axirətini sığortalayır. Gələcəyi ilə bağlı zəmanət yaradır. Bir dəfə gəlib Əhl-i Beyt məclisində iştirak etməklə heç kəs amanda qalmadığı gündə İmam Rıza əleyhissalam deyir, həmin şəxslər amanda qalacaqlar. Onların qəlbi amanda qalacaq. Odur ki, Məhərrəm ayı da bu məclisləri ihya etmək üçün ən unikal, mükəmməl, gözəl fürsətlərdən biridir ki, Allah onu Əhl-i Beyt sevər insanlara böyük, çox böyük bir fürsət kimi, bəlkə də böyük bir hədiyyə kimi, bəlkə yox elə o cürdür, o anları verib. Yetər ki, bizlər o məclislərdən yaxşı yararlanmağı bacaraq, yaxşı dəyərləndirməyi bacaraq. Kimin əlindən nə gəlsə, nəyi bacarsa, Əhl-i Beytlə bağlı hər hansı bir nöqtədə hər nəyisə ihya edə bilə, dirildə bilə, həmin şəxs hədislərimizin buyurduğuna əsasən Allah yanında özü üçün çox böyük məqam kəsb etmiş şəxslərdən biridir. İnşallah ki, Allah təbarək və təala gələn günlərimizdə Əhl-i Beytlə bağlı məclislərin dirçəlişində, gücləndirilməsində, bərpa edilməsində bizləri də
iştirak edən bəndələrindən qərar verər. Və İmam Hüseyn əleyhissalamın qəlbini, könlünü bizlərdən razı salar. Və hər birimizə inşallah sıxıntısız, əzab istirabsız bu ildə Ərbəin ziyarəti nəsib edər. Allahümme ec'alna minel mutemessikin bi vilayeti ehlil beyt ve minel muhibbin li emrihim varzuqna fid dunya ziyaretahum ve fil ahireti şefaatahum. بحق محمد وآله الطيبين الطاهرين. أعوذ بالله من الشيطان الرجيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. صدق الله العلي العظيم. والسلام عليكم ورحمة الله وبركاته.